Son dövrlərdə sosial şəbəkələr və müxtəlif onlayn platformalar üzərindən sürətli arıqlama vəd edən çayların satışı geniş yayılıb. Təbii, yan təsirsiz, detoks, qısa müddətdə arıqladan kimi təqdim olunan bu məhsulların əhəmiyyətli hissəsi qanunvericiliyin tələblərinə uyğun olaraq ölkəyə idxal edilmir. Aparılan nəzarət tədbirləri və laborator müayinələr nəticəsində bəzi arıqlama çaylarının tərkibində sağlamlıq üçün təhlükəli, o cümlədən istifadəsi qadağan edilmiş maddələrin aşkar edilməsi bu sahədə mövcud riskləri bir daha təsdiqləyir. Bu baxımdan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları sosial şəbəkələr vasitəsilə satılan, mənşəyi və təhlükəsizliyi təsdiqlənməmiş arıqlama çaylarından istifadə etməməyə çağırır. Akt eyni zamanda sosial şəbəkələr üzərindən bu cür məhsulların satışını və ya reklamını həyata keçirən fiziki və hüquqi şəxslərə ciddi xəbərdarlıq edir. Təhlükəsizliyi təsdiqlənməmiş, tərkibində qadağan olunmuş maddələr olan və ya qanunvericiliyin tələblərinə uyğun dövrəyə daxil edilməmiş məhsulların satışı və reklamı istehlakçıların sağlamlığını ciddi risk altına atmaqla yanaşı, qanunvericiliyin tələblərini kobud şəkildə pozulmasıdır. Bu cür məhsulların satışını təşkil edən, reklamını aparan və onların dövriyyəsini təşviq edən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Akta vətəndaşları sağlamlıqlarını risk altına atmamağa, yalnız qanuni dövriyyədə olan, mənşəyi məlum və təhlükəsizliyi təsdiqlənmiş məhsullardan istifadə etməyə çağırır. Sosial şəbəkələrdə isə şübhəli mənşəli məhsulların satışı və ya reklamı ilə rastlaşdıqları hallarda bu barədə agentliyə məlumat vermələri xahiş edilir.